Qarabağ və Şərqi Zəngəzurda artıq yeni üsulü idarə nəzərdə tutulub və tətbiq edilir. Hesab edirəm ki, bu özlüyündə daha çevik idarə etmək üçün daha əlverişlidir. Bölgə TV xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. Prezident bildirib ki, amma yenə də əsas məsələ kadr məsələsidir. Məsələn, mən Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq əfsuslar olsun ki, oraya təyin etdiyim kadr etimadımı doğrultmayıb və buna görə də vəzifəsindən çıxarılıb. Dövlət başçısı Nəsimi rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov qısa müddət sonra vəzifəsindən azad olunmasına da toxunub. Bu yaxınlarda Bakının rayonlarının birində icra başçısı təyin edilmişdir. Özdə noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə, sosial ədalət barədə mənim verdiyim tapşırıqlar, sözlər mətbuatda gedib. Amma təyin etdiyim adamlardan birini mən bir aydan sonra vəzifəsindən çıxartmışam. Yəni bu məni çox məyus edir. Çünki bilirsiniz, mən artıq 22 ildir ki, bu vəzifədəyəm və bu illər ərzində bir çox kadrlar vəzifəyə təyin etmişəm, etimad göstərmişəm. Hər dəfə yeni təyin edilən icra başçısı ilə mənim ya görüşlərim, ya telefonla söhbətim olur. Onların bəziləri televiziyaya, mətbuata verilir, bəziləri verilmir və tövsiyələrim də təxminən çox da dəyişmir. Məyus edən də odur ki, əfsuslar olsun gənc kadrlar arasında da pozuntulara yol verənlər var. Yəni burada gənc nəsil, yaşlı nəsil söhbəti getmir. İnsanların keyfiyyətindən söhbət gedir. Ailədə, məktəbdə, cəmiyyətdə aldığı tərbiyədən söhbət gedir. Ona görə etimad göstərilir, onu doğruldan həmişə dəstəklənir. Mən həmişə kadrlara ədalətli olmuşam. Amma etimadı doğrultmayan, əyri yola gedənlər əlbəttə ki, ya cinayət məsuliyyətinə zərb edilir, belə hallar kifayət qədər çoxdur. Ya da ki, inzibati qaydada cəzalandırılır. Nə deyə bilərəm? Mən davam edəcəyəm. Bu proses hamar deyil. Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir. Və mənim təcrübəm onu göstərir ki, bu daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri. Rəna Rövşənqızı, Bölgə TV. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə qanun qarşısında cavab verməli olur. Və belə hallar, əfsuslar olsun ki, bugün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim eyni zamanda xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, eyni zamanda peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək və rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimin düzgün olmasını sübut etməkdir. Əks təqdirdə əlbəttə ki, lazım ölçülər götürüləcək.